Bugün işğaldan azad olunan ərazilərə böyük qayıdış çərçivəsində daha bir neçə ailə öz ata-baba yurduna qovuşub. Bu dəfəki köç kərvanı Ağdərənin Suqovuşan kəndinə yola salınıb. Ağdərənin Suqovuşan kəndinə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə kəndə 53 ailə, 174 nəfər köçürülüb. Köçürülən ailələr Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Yenə xoş günlərimiz olsun. Təbrik edirəm köçənlərimizi, dərgin düşlərimizi. Hamısını təbrik edirəm. 32 ildən sonra öz yurdumuza, öz obamıza qayıdırıq. 26 yaşında çıxmışdım. İndi 58 yaşım var. Qayıdıram vətənimə. Ona görə bütün xalqıma, millətimə minnətdaram. Artıq yola salınan köç kərvanı Suqovuşana çatıb. Sakinlərə daimi yaşamaları üçün məntəqədə fərdi evlər verilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Tədbirdə çıxış edənlər torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərə xoşbəxt və firavan həyat arzulayıb. Şükür edirəm ki, bu evlər verildi. Gəldim rahat evimə yığılma. 3 otaqlı evlə təmin olmuşuq. İndi Haçarda gözləyirik ki, Haçarın alıq. 32 il bu torpağın həsrətini çəkmişik. Bugünkü günə şükür edirik. Nə zulümlə gəlib bu vəziyyətlərə çıxmışıq. 3 otaqlı evdir, 4 ailə üzvüdür. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb. Suqovuşan kəndinə avtomobil yolları, elektrik, rabitə su xəttləri çəkilib. Kənd qaz təchizatı ilə təmin olunub. Yararsız vəziyyətdə olan 144 şagird yerli tam orta məktəbin binası əsaslı təmir olunub. Bundan əlavə Suqovuşan 1, Suqovuşan 2 kiçik su elektrik stansiyaları istifadəyə verilib. Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə siyahıya alınıb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Emin Babayev, Fidan Səfər, Spice xəbər, Ağdərə, Suqovuşan.